سلام دوستان، حالتون چطوره؟ من کیوان هستش و خوش اومدید به یه ویدیو دیگه. میخوایم با هم دیگه قسمت 4 برنامه ماورای آذربایجان رو نگاه کنیم. فقط قبل از که بخوایم ویدیو رو نگاه کنیم، کسایی که قسمت‌های قبلی رو نگاه نکردن، از لینکی که این بالا گوشه صفحه میذارم برن قسمت اول و دوم و سوم رو نگاه کنن، بعدش بیان این قسمت رو نگاه کنن. دوستان قبلا بهتون گفته بودم توی این برنامه کسایی که مدیوم هستن و توی محیطی میبرن و ازشون میخوان که حسشون رو نسبت به اون محیط بگن. اگه جن یا ارواحی هم اونجا هست باش ارتباط بگیرن. اگه برین قسمت قبل رو نگاه کنین کاملا متوجه میشین که تو این برنامه چه اتفاقایی میفته. حالا میخوایم با هم دیگه ویدیو رو نگاه کنیم. فقط قبل از اینکه بخوایم ویدیو رو نگاه کنیم، کسایی که کانال رو سابسکرایب نکردن لطفا کانال رو سابسکرایب کنین و زنگوله کنارش رو حتما فعال کنین. دوستان الان میخوایم با هم دیگه این ویدیو رو نگاه کنیم. Sahədə çalışır. 70 yaşında rəhmətə gedib. Kənd var yaxınlıqda. Bu kənddə yaşayan insanlar bu rəhmətliyə şikayət eləyirlər ki, burada itlər var, vəhşi itlər var. Onların mal-qarasına ziyanlıq vurur. Bu da elə işdən qayıdan zaman traktoru götürər. Bir də traktor isə deyər ki, sür traktoru gedək oradan o. Burada qalmışlıq idi, buralar şolluq idi. Bu gedək o itləri oradan qovaq, bir patron ataq ülkədək ki, cəmaata ziyanlıq verməz. Elə traktorun oradan aşağıdan yuxarı hərəkət edən zaman burada balaca bir 1 metr, 1 metr 20 sm diametrində göl idi. Su idi, qaynama su idi, yerin altından çıxan. Gəlib traktor ki, bunun mərkəzinə düşür, həmən gölü. Ağırlıqdan başlayır yer açılmağa, traktor istəyir Kamal dayı, dur da, traktor batır. Deyib, qorxma, sən çıx, narahat olma. Bu aynadan uzanır, elə çollardan əlini tutur, belə ayağını bıçaqlı üstünə qoyur, çıxır da çölə. Bu çıxan kimi traktor elə öz ağırlığından batır, torpaq açılır, yer açılır, yerin altına. Biz layihənin yaradıcı heyəti olaraq qərar alırıq ki, ekstra hissləri həmin məkana aparaq və layihənin növbəti sınağı məhz Kamal Alxasovun itkin düşdüyü həmin müəmmalı məkanda baş tutsun. 4-cü ayın 24-ü. Ekstra hisslə birgə 4 hərfdən ibarət bu şəhərə yollanarkən, hələ heç kim bu dördlərin səfərdə bizi gözləyən qəribəliklərin ilk nişanəsi olduğunu ağlına gətirmirdi. Layihənin qəhrəmanları hələ heç nədən xəbərdar deyirlər. Onlar təsəvvür edə bilməzlər ki, üzərində durduqları bu torpaq 15 il əvvəl 70 yaşlı qocanı qurbana çevirib. Biz vaxt itirmədən birbaşa sınağa başlayırıq. Lakin bu zaman gözlənilməz halda daha bir müəmmalı çətinliklə üz-üzə qalırıq. Mən ilk növbədə Allah rəhmət eləsin deyərdim. Mənə elə gəlir ki, bura ruhlar məkanıdır. Ruhlar məkanı. Ruhlar məkanı. Su hiss edirəm burada. Bu məkanda bir neçə insanın ölümü ilə bağlı hadisələr hiss edirəm, bir neçə insanın. Ağaclar da cavandır. Hissiyatım mənə allatmırsa, bu məkanın yerində əvvəllər su olmuşdur. Və həmin suda batan insanlar ruhlarını hiss edirəm. Yəni ki, burada göl olur və o göldə bir neçə insan batıb. Həmişə numerologiya elminə müraciət edirsiniz. Bəlkə bu dəfə də ondan istifadə edəsiniz. Bu dəfə sırf ruhlar aləminin ən sevdiyim fəndir. Ən sevdiyim aləmdir ruhlar aləmi. İndi bu dəqiqə buralarda بس دوستان چی شد؟ باطلاق بوده، رفتن داخلشون چند نفر. منم ویدیو رو ندیده بودم. بردیای عزیز زحمت زیرنویس ویدیو رو کشیده. از همینجا تشکر کنم از بردیا، یادم رفت اول ویدیو بگم. Hiss edirəm ki, bu məkanda həmişə ruhlar var. Əgər bir gün öncə, 2 gün öncə gəlmiş olsaydıq, onu da hiss edərdik. Siz də bəlkə hiss edərdiniz. Yəni 4-cü və 5-ci günlər. həmin hadisənin nə zaman baş verdiyini zənn edirsiniz? Ağaclar gəncdir, cavandır. Çox da uzaq gəlib keçmişə getmək istəmirəm mən. Təxminən. Keçən əsrin axırlarını. Başqa nə deyə bilər?
دوستان این نقطه گذاشته بردیا یه چیزی گفت که فکر کنم فقط خود آذریا میدونن، یعنی خود کشور آذربایجان. چجوری بگم، یه سوالی رو یه نشونه داد، من نفهمیدم، بردیا هم نفهمید، منم الان نفهمیدم. حالا کسی بلد بود باکویی بگه، آذری باکویی bəled بود چی گفت بگه. Bu gölə magik göl kimi, hətta ürəyimə gəlir ki, bu ətrafda yaşayanlar da bu gölün həndəvərində ruhların olmağı haqqında danışırlar. Sonuncu ölən insanın və yaxud da ölənlərindən Əslində mənim vəzifəm bundan ibarətdir ki, sizi hər dəfə çaşdırım, amma hisslərinizə güvənməlisiniz ki, dolğun məlumat verəsiniz mənə. Hisslərinizin sizə dediyi məlumatları verin. ola bilər ki, olsun. Vəssalam. دوستان میبینین همه رو امتحان کردن دیگه، یعنی حسن آذربایجانی رو امتحان کردن، این شخصم خیلی کارش درسته ها. تو میگم معروفن اینا دوستان، این 6 نفری که بهتون گفتم تو آذربایجان همه میشناسنشون. Beləcə qəribəliklərlə dolu Şəki səfəri və müəmmalı ölüm məkanında planlaşdırılan sınaq baş tutur. Biz oranı tərk edirik. Lakin bu hələ son deyil. Sınaq baş tutan gecə biz daha bir dramatik səhnənin tamaşaçısı olduq. Layihənin güclülərindən olan Tamilla Salamova digər güclü rəqibi Elşən Məmmədovu açıq mübarizəyə dəvət eləyir və qeyd eləyir ki, bir neçə dəqiqə ərzində Elşən Məmmədovun həyatını oxuya bilər. Bu yaradıcı heyətin və digər ekstra hisslərin böyük marağına səbəb olduğundan dərhal ekstra atmosfer yaradılır və layihənin و چی شده؟ شب یه دفعه خانومه گفته که این خانومه رو دیگه میشناسین دیگه، گفته که من میتونم زندگی این شخص رو بگم. rəqabətdə olan iki güclü ekstra hissi arasında bu dramatik mübarizəyə start verilir. Tamilla Salamova sözə başlayan kimi Elşən Məmmədovun həyatından çox maraqlı məqamları hiss eləməyə başlayır. Gecələr hara gedirsən? Addım gedirsən. Su qırağında görürəm səni. Bir dəfə aldabırlar səni. İçində göynəyir o insan qarayalnız, uzunsov gözləri badamı və çox içində ağlayan bir qadın. Adı Sına başlar. 2 dəfə sənə udar deyib. Elə axı sənin burunda ağrı olur. Dartınır, hələ saçını dartılar. Özü gecə saat 3-dən sonra sənə gəzmək gəlir. 1-dən sonra, 3-dən sonra, lunatik kimi gəzirsən. Su açılanda hamamda üzü istəyirəm, adamə çox üzü istəyirəm. Elə bilirsən ki, suyun altında sənə ağ paltarlı görsənir. Bütün bu deyilənlərdən sonra Elşən Məmmədovun haqqında söylənilən fikirləri təsdiq və ya inkar eləməsi məqamı gəlir. Layihənin təcrübəli iştirakçısı sözlərinə surə oxumaqla başlayır. İnlillahi inna ilahi raciun oxuyub çıxmağa düşmək istəmirdim. İcazə ver. Və fikirlərini davam etdirmək istəyərkən bu zaman Tamilla Salamova qəribə vəziyyət almağa başlayır və birdən-birə çox güman ki, üzünə oxunan surəyə tab gətirə bilməyərək ənənəvi vəziyyətə düşür. Yaxşı, gəlim də gəlim. Hadisə baş verən an çox maraqlı məqamlardan biri də mübarizə zamanı Tamilla Salamovanın əlində sıxıb saxladığı, üzərində ərəb hərflərindən ibarət yazı olan bu dəri parçasının Tamilla Salamovanın əlindən düşərək Elşən Məmmədovun əlinə keçməsi olur. Bu mübarizənin dəhşət saçan finalına öz nöqtəsini qoyur. Tamilla Salamova özünə gəldikdən sonra Elşən Məmmədov
biraz əvvəl söylənilən fikirlərin düzgün olub-olmadığı haqqında danışır. Toma xanım girdi o aləmə. Maşallah, hə. Sübut elədi burada. Hamamda dəfələrlə olub. Nurani insanlardır. Gəlirlər, söhbət eləyirlər, yalvarıram, yaxarıram. Dəfələrlə olub. Bir də 17 yaşı. Evçilərdə 9-cu mərtəbədə yaşadığım bir dövr idi. Onların adlarını deyə bilmərəm, amma ürəyimə gələn onlar idi. 2 dəfə udar almışam. İndiki pulla 1.200.000 dollar 90-cı ildə İranla. میبینین داره زندگیشو میگه. سال 1990 توی ایران اینقدر پول کلاهبرداری شده ازش. الان نگاه کنین اینا رو، این پازلا رو بچینین کنار هم دیگه متوجه میشین چیه. بعد این شخص چی بلده؟ اعداد و بلده، حروف و بلده. İkinci udar da qardaşıma görə olub Qaradənizdə. Gəmi batıb, kapitan Karabul mənim qardaşım olub, Elxan Məmmədov. Özü də getdi, onun üçün straxovka 10 ildə onun yolunda oldum. Getdim Afrikaya filana, gəldim. 36.000 manat da orada zərər elədim. Dəniz. در زندگیشو میگه دوستان. ببین الان نظر منو بخواین، این شخص ابجد بزرگ، ابجد صغیر و کبیر رو بلده، علم جبر رو بلده، اعداد رو بلده، حروف رو بلده. علم جبر میدونین که یا اعداده یا حروفه. و چرا تو ایران بوده؟ یه شخص آذربایجانی مطمئنا اومده ایران این علمو یاد گرفته. خب حالا اون کلاهبرداریش نمیدونم داستانش چی بوده. این چیزی که من برداشت میکنم الان این ویدیو، این شخص که میشناسیمش، توی ویدیوهای قبلی هم دیدیم، قشنگ داره علم جبر روی اعداد کار میکنه. به یه شخصی عدد میده، بعد از عدد برای چیز میشد حدس میزد، کلمه میداد، میگفت همین الان برای این خانم چند تا کلمه نوشته بود. و این شخص یک شخصی هستش مذهبیه، الان اومد یه آیه بخونه، حال خانومه بد شد. خانومه چیه؟ خانومه یه رگش روسیه‌ایه. این آقای اصلا مادرش سلماز اسمش، ایرانیه، مادرش هم اصلا ایرانیه، آذربایجانی ایرانه. خب این چیزی که من دارم برداشت میکنم و شما هم نظر خودتون رو بگید. اون خانومه هم که یه رگش روسه یا کلا روسه، از اینای روسایی که توی آذربایجان زندگی میکنن. چرا وقتی آیه خون خانومه حالش بد شد؟ نظر من اگه بخواین اینه که این خانومه رحمانی کار نمیکنه. رحمانی کار نمیکنه وقتی که اون اجنه کافر داره کار میکنه. این خانومه، این بو کردنش اینا همه داستان الکیه. خب این خانومه داره با جن کار میکنه، حسش کلا با جنه و یه فالگیره. ویدیوهای دیگه‌اش من دیدم، خیلی کارهای عجیب غریب دیگه میکنه و بیشتر میگه من بو میکنم، ولی اینا همه الکیه. یعنی این بو کردن اینا شوه واسه اینکه مردم مثلا فکرشون نره به جن کافر. این چیزی که من دارم حس میکنم و گفتین که ایوان توی ویدیو صحبت کن، دارم صحبت میکنم. Mən hər gecə dənizdəyim. Düşürəm piyada, gedirəm dənizə. Gecə dəniz magik olur. Gecələr ağırlıq verir, gündüzlər çəkir. Badamı göz, qara qadın S hərfi ilə. اینم بگم متوجه شدین؟ گفتش که یه خانومی هست گریه میکنه، یه خانم چشم بادومی سیاه هم هستش، حرف اولش سه. گفت اسم مادر من، اسمش سلماز مادر من. یعنی درست فهمید. خانم همه چی رو درست گفت به جن کافرش. خب همه چی رو داشت درست میگفت، اطلاعات گرفت، ولی نتونست بیشتر وارد زندگی این بشه. همین که اینه یه آیه خون همه چی رو خراب شد، زنه بیهوش شد. نمیتونه، اجنه کافر جلوی سورای قرآن نمیتونه وایسه. این چیزی که من برداشت میکنم. Onun adı da Solmaz. Sol tərəfdə baş nahiyəsi yox, sol gözdür. Yəni mən anonslarda da vermişəm ki, məni sol göz çox maraqlandırır. Asoğlu belə bir aləmə girəndə sol göz məndə yatır. Ona görə halaldır sənə. Şərhimiz yoxdur. Bu həqiqətən də dəhşətdir. Kamal Alxasovla bağlı sınaqdan sonra baş tutan bu mübarizə həftəyə öz دیدین گفتش پس حلالت باشه، اما حلالت باشه خودمون. آفرین، تونست یه چیزایی رو بگی ولی بیشتر نتونست وارد زندگیش بشه، چون هم موقع که آیه رو خون یه استوب شد. damğasını vurur və biz vahiməli, dramatik çətinliklərlə dolu şəkil خب دوستان ما هم دیگه ویدیو رو نگاه کردیم، امیدوارم مورد پسندتون قرار گرفته باشه. یادتون نره نظرات خودتون رو در مورد این ویدیو بنویسین
و خواهشاً ویدیو رو لایک کنین، کانال رو سابسکرایب کنین و زنگوله کنارش حتما فعال کنین. امیدوارم هر جا که هستین شاد و سلامت و پیروز باشین. خیلی دوستتون دارم. تا ویدیوی بعدی، خدا نگهدارتون.